Siz Xural Televiziyasının izleyicileri, hoş gördük sizi. Saat 17:00 itibariyle Xural TV canlı yayında öz işini devam ettirir. Bu da böyle çok maraqlı bir mövzu ile görüşünüze gelmişik. Gürcüstan Azərbaycanlılarının vəziyyəti necədir? Elə hər sahədə vəziyyəti necədir? Bax, o sual ətrafında danışacağıq. Bizim qonağımız deməli Gürcüstan Naminə Partiyasının Gürcüstanda fəaliyyət göstərən Gürcüstan Naminə Partiyasının sədri, Gürcüstanlı soydaşımız və hətta Gürcüstanda Azərbaycanlılar arasından məncə ilk dəfə prezidentliyə, Gürcüstan prezidentliyə namizədliyini irəli sürmüş Fazil Əliyevdir. Fazil Əliyevlə bugün Gürcüstanda yaşayan soydaşlarımızın qarşılaşdıqları problemlərlə, orada baş verən hadisələrlə müzakirə edəcəyik, gündəmi tartışacağıq. Gürcüstan Azərbaycanlılarının nə olunmalıdır, nələr edilməlidir, indi vəziyyət nə yerdədir. Mən bu Gürcüstanlı soydaşlarla həmişə danışanda hər zaman öz dədə-baba torpaqlarımız yadıma düşür, Göyçə mahalı. Yəni, mənə elə gəlir ki, o qədər oxşardı ki, bir zamanlar Qərbi Azərbaycanda, Göyçə mahalında baş verən, Zəngəzurda, digər mahallarımızda baş verən proseslər indi eyni ilə olmasa da hər halda ona oxşar bir şəkildə Gürcüstanda gedir. Yəni, biz bu siyasəti bu cür aparacağımız təqdirdə Gürcüstanda hələ çox şoklarla üz-üzə gələcəyik. Fazil müəllimlə gündəmi dəyərləndirəcəyik. Xoş gəlibsiniz Fazil müəllim. Sağ olun. Necədir Gürcüstandakı Azərbaycanlıların vəziyyəti? Əvvəl müəllim, istəyirdim birinci bir tarixçi kimsin dediyinizə bir düzəliş verin. Siz tarixən Qərbi Gürcüstandan deyilsiniz. Sizin o dediyiniz ərazilər keçmiş dağ borçalısıdır. Yəni 1918-ci, 1920-ci illərdə Ermənistan Gürcüstanın böyük bir hissəsini işğal elədi, dağ borçalısını. Yəni Dmanisi, Marniuli rayonlarla həmsərhəd olan ərazidən başlamış Göyçə gölünə qədər olan ərazilər dağ borçalısıdır. Və siz 20-ci ildən sonra oldunuz Qərbi Azərbaycanın, ona qədər dağ borçalısından belə amma Göyçə mahalının tarixi uzun illərə gedir. Orada xəritəyə baxmaq lazımdır. Yenə deyim, Göyçə gölünə qədər, Gürcüstanın indiş sərhədlərindən Göyçə gölünə qədər olan ərazilər bizim dağ borçalısı sayılır. Onu sonra lazım gələr dəqiqləşdirərik. Gürcüstan haqqında mən istərdim sizə bir qısa məlumat verəm. Gürcüstanın əhalisi 3,7 milyon civarındadır təqribən. Həmişə Qafqazda strateji mövqeyinə görə Gürcüstan seçilən yer olubdur. İstər Rusiya imperiyası dövründə, istər Sovetlər Birliyində həmişə Qafqazın mərkəzi kimi fəaliyyət göstəribdir. Ona görə də Qafqazdan bizim tariximizlə əlaqəli həddindən artıq xeyli materiallar bu dəqiqənin özündə də Tiflisdədir, Gürcüstandadır. Çox əfsuslar olsun ki, mən aldığım məlumata görə, yəni Tiflis deməli tarix arxivlərində həddindən artıq Azərbaycanla əlaqəli tarix materiallarının olmasına baxmayaraq, bizim bir nəfər də olsun Azərbaycandan elm adamlarımız Ceyf Gürcüstanda həmin arxiv materiallarından məşğul olmurlar. Baxmayaraq ki, həddindən çox ermənilər həmin arxivlərdən çox yaxşı yararlanırlar. Gürcüstan haqqında onu deyərdim ki, Gürcü xalqı bir neçə, belə deyək, toplumdan ibarətdir. Gürcülər, Lazlar, Meqrellər, Sıvanlar, Tuquşlar, Moxevlər və ayrı-ayrı xalqlardır, yoxsa bir xalqdır? Orada deyərdim ki, Lazların öz dilləri var, öz mədəniyyətləri var. Laz bu Türkiyə Lazları, onlar eynidir, yoxsa ayrı? Bəli, onlar eynidir. Ondan sonra Meqrellərdir, öz dilləri var. Sıvanların öz dilləri var. Bunlar danışanda biri o birisini başa düşmür. Buna baxmayaraq, bunlar birləşərək Gürcü xalqı formasında formalaşıblar. Əgər bunları bir yerdə götürsək, biz sayımıza görə ikinci yerdəyik. Əgər yox, bunları ayrı-ayrı götürsək, onda Gürcüstanda biz sayımıza görə birinci yerdəyik. Bizim təqribən 700 mindən çox Gürcüstan türkü yaşayır. Əsasən Qarapapaqlar, Saklar, Qıpçaq tayfalarından ibarət orada yaşayan türklər. Bizə iki dəfə tarixdə
deyərdim ki, Gürcüstan tarixində çox faciə yaşamışıq. Birinci faciəmiz 1944-cü ildə Axıska türklərinin bir-iki günün ərzində 230-dan çox kəndin deməli köçürülməsi olubdu. Orta Asiya, Sibirə və s. Həmin dönəmdə xeyli Borçalı türkünü də Axıska türklərlə bərabər olaraq köçürdülər Gürcüstandan. İkinci axında təqribən 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində baş verdi. Həmən Qərbi Azərbaycanlı qardaşlarımıza qarşı Ermənistanda baş verən təcavüz eyni ilə Gürcüstanda da oldu. Mən deyərdim ki, faktiki olaraq Dımanis şəhəri tamamilə boşaldıldı. O 44-cü ildə olur. Yox, bu söhbət gedir 90-cı ildən artıq, 90-cı illərin əvvəllərindən. Dımanis şəhəri tamamilə boşaldıldı, Bolnis şəhəri tamamilə boşaldıldı. Ona qədər bizim Bolnisidən, Arıqlı kəndindən şəhid verdik. Yəni, türk olduqlarına görə, müsəlman olduqlarına görə soyqırma məruz qaldılar, açıq deyirəm. Və mənim rəhbəri elədiyim Şentviç Sakartvelo Gürcüstan Siyasi Partiyası bugünkü gündə Gürcüstan hakimiyyətinin tələbim ondan ibarətdir ki, bu son 90-cı illərin əvvəlində Gürcüstan türklərinə qarşı aparılan bu, belə deyək, soyqırım hadisəsinə siyasi və hüquqi qiymət verilsin. Ona görə ki, 100 minə qədər, bəlkə də 100 mindən çox həmin dövrdə bizim həm yerlərimiz, Gürcüstandan soydaşlarımız qovuldular Azərbaycana və başqa yerlərə, qətlə yetirildilər. Onların əmlakı daşınmaz və daşınan əmlakları zorla əllərindən alındı və Gürcüstan türkləri xeyli zərər gördülər. Ona görə də bu hadisələrin təkrar olunmaması üçün və biz garanti almaq üçün mən Gürcüstan hakimiyyətindən həmişə tələb eləyirəm ki, bu hadisələrə hüquqi və siyasi qiymət verilsin. Çox əfsuslar olsun ki, bizi parlamentdə təmsil edən millət vəkillərimizin hələ milli qeyrəti, milli səviyyəsi o qədər düşüncələri o həddə çatmayıbdır ki, o məsələlər qaldırsınlar. Amma ki, inşallah biz parlamentdə təmsil olunduğumuz halda və yaxud siyasi partiyamız mövqeyi gücləndiyi halda inşallah biz məsələləri qaldıracağıq. 2003-cü ildə mən parlament deputat seçilmişdim. Çox əfsuslar olsun ki, o vaxtı deməli Qızılgül inqilabı baş verdi və çevriliş oldu. Yadınızdadır, Şevarnadze hakimiyyəti demokratik yoldan dırnaq içində ötürdü. Ona görə də o proseslərə biz demək olar ki, biraz kənarda qaldıq. Gürcüstan türkləri... İndi Gürcüstanda parlamentdə neçə Azərbaycanlı deputat var? Bu dəqiqə 3 nəfərdilər. İkisi hakim partiyadan təmsil olunur. Biri də Mikhail Saakashvili başçılıq elədiyi Vahid Milli Gürcüstan partiyasının. Onların bir belə istisi soyuğu var mı bizə yoxsa? Valla mən şəxsən birinin heç, mən siyasi partiya sədrinin birinin adını, familini tanımıram. Yəni heç kəs tanımır demək olar onları. Allah Allah, necə, o bizi necə təmsil edir o? Nə deyim, valla, bu gün dəqiq də, yəni ki, yəqin onlarda ora elə seçiliblərmi, ya təyin olunublar ona görə ki, onlar danışmamalıdırlar yəqin. Əgər şərt danışmamaq. Çox ehtimal ki, onlar buna söz veriblər ki, heç vaxt danışmayacaqlar. Sadəcə olaraq onlara əvəz müəllimlər ona görə seçiblər ki, seçməzdilər də açığını deyirəm. Azə olaraq Avropa institutlar nümayəndələri də gələndə onlara göstərirlər ki, bu Azərbaycanlıdır, tutaq ki, bu ermənidir, bu filan kəsdir. Belə də demokratik bir obraz yaratmaq üçün Gürcüstan parlamentində və ya Gürcüstan hakimiyyətində. Amma Gürcüstanda bugün özündə Azərbaycan hələ Mikhail Saakashvili və demokratiya haqqında nostalgiya var Azərbaycanda. Elə düşünürlər ki, Gürcü cəmiyyəti çox demokratik, yüksək səviyyəli, Avropa standartlarına uyğun olan, tutaq ki, bir demokratik cəmiyyətdir. Amma mən sizə deyərdim ki, Azərbaycandan qat-qat şehirdədir orada demokratik durum. Demokratiyanın şərtləri nədən ibarət? Demokratiyanın şərtləri ondan ibarət ki, demokratis, yəni ki, xalqın hakimiyyəti və xalqın istəyi. İndi isə bir nümunə çəkim mən. Dımanisi rayonu ərazisində türklər təqribən 80-85% təşkil edirlər milli tərkibinə görə, sayımıza görə orada. Nə icra başçısı və Gürcüstan dilinə desək mer gürcüdür, bələdiyənin başçısı gürcüdür, polis rəisi gürcü, prokuror gürcü, hamısı gürcü. Və sadəcə olaraq bizdən... Azərbaycan, əksəriyyət Azərbaycanlılar olan... 80-85%-ni biz təşkil edirik rayon. Orada Azərbaycan türkləri təşkil edir.
Amma ki heç kəs yox, sadəcə olaraq bir nəfər görüntü üçün yenə deyirəm kimsə orada saxlayırlar. Hə də indi birdən Azərbaycandan kimsə gəlir, Türkiyədən kimsə gələndə, oradan buradan gələndə o qabağa buraxırlar ki, tutaq ki Məmmədov var burada bir dənə. Şən Məmmədov familiyası burada hallansın ki, var belə. Bu qonaqlar gedəndən sonra da yenə onu kənara təliyirlər, yəni davam edir. Eyni deməli vəziyyət Bolnisi rayonundadır, 80-85%. Özü çox qəribəsi budur ki, bizim deməli Borçalı bölgəsində tarixən gürcülər yaşamayıblar, orada əsasən ermənilər yaşayıblar və ermənilər də özünüz bilirsiniz ki, nətər millətdir, onlar vəziyyətə görə hərəkət edib uyğunlaşan bir millətdir. Onların çox böyük əksəriyyəti soyadlarını dəyişiblər, gürcü soyadları götürüblər. Və mən deyərdim ki, bugünkü gün Kömo, Kartli, yəni Borçalı bölgəsində vəzifələrdə çalışan gürcü soyadı daşıyanların bəlkə də 80-90% ermənilərdən ibarət. Ona görə də biz Azərbaycanda mən istəyirəm ki... Yəni orada soyadı, gürcü sonluğu olan adamlara inanmamaq lazım çoxuna ki, onlar da ermənidir, eləmi? Nətər inanmayaq, yəni həkimlərin əksəriyyət onlardan ibarətdir. Yəni biz çox dəhşət katastrofik bir vəziyyətdə qaçın deyirəm. Bəlkə də İranda olan Azərbaycanlılar belə, Kərküşlər belə, bəlkə Türkmənlər belə qat-qat bizdən yaxşı durumdadılar, nə Kürdistanda yaşayan türklər. Allah Allah. Aslını söyləyim. Heç bir demokratla söhbət gedə bilməz. Əgər kimsə müxalifətdə ya kimsə hardasa varsa da sübut eləməz deyir ki, bizə Gürcüstan demokratik bir yerdir. Mən onları çağırıram sizin efirinizə, gəlsinlər oturaq, göstərsinlər bizə görə harda var demokratiya, yəni demokratiya bir göstərsinlər bizə. Yəni ümumi danışmaqdan deyil ki bu. Baxın, Marnel rayonu eyni vəziyyətdə, Bolnisi rayonu eyni vəziyyətdə, Qarayaza eyni vəziyyətdə, Qaraçöp eyni vəziyyətdə. Deməli bizim çoxluq təşkil elədiyimiz, əksəriyyət təşkil elədiyimiz rayonlarda, yerlərdə bütün inzibati strukturlarda deyirsiniz, rəhbər vəzifələrdə ermənilər. 99% erməni ya erməni-gürcü sintezi qarışıq, çox ehtimal ki, bax belə. Ya da təmiz erməni. Tutaq ki, bizdə var elə bir vəzifəli şəxslər ki, gürcü soyadındadır, qardaşı erməni soyadındadır. Yəni belə bir... Klasik erməni də, harada hər şeydən istifadə edirlər. Hətta biz indi həkimlərdən də söhbət düşdü və Gürcüstanda uşaq və ana ölümünün də Azərbaycanlılar arasında çox olduğunu dedi Fazil müəllim. Yəni onun da deməli erməni həkimlər eyni ilə deyirəm da bu Qərbi Azərbaycanda bizə nə eləyirdilərsə, o uşaqlarda, uşaq ölümündə, ana ölümündə və sonra biz onu ədəbiyyatdan oxuduq. Bax, indi eyni məsələlər Gürcüstanda davam edir. Bəli. Deməli, bugün Gürcüstanda yaşayan türklər qadın və uşaq ölümünə görə Gürcüstanda birinci yerdəyik biz sayımıza görə. Yəni, proporsiyadan götürəndə adam başına götürsək ölüm sayına görə birinciyik. Və bu statistika çox əfsuslar olsun ki, 15-20 ildir artıq davam edir. Və bunun da siz çox doğru düzgün qeyd elədiniz. Əsas səbəblərindən biri gürcü soyadında erməni həkimlərin bizim regionlara göndərilməsidir. Faktiki olaraq qadınlardan doğuma qədər və doğumdan sonraki dövrlərdə deməli, həkim nəzarətində olmaq və s. bizim regionlarda çox həddən artıq aşağı səviyyədədir. Mən deyərdim ki, ümumiyyətlə bizim regionlara istəyir, iqtisadi cəhətdən, istəyir, sağlamlıq cəhətdən, istəyir, təhsil sahəsində və s. də Gürcüstanda olan statik məlumatlara görə ən aşağı deməli, büdcədən pul ayrılır. Belə deyək. Tutaq ki, mən yaşayıram Tiflis şəhərində, soğanlıq deyilən Məhlədə. Bizim orada yaşayan türklər... Tiflis şəhərin özündəsiniz. Bəli, mən Tiflis şəhərin özündə, soğanlıq məhəlləsində yaşayıram. Bizdə orada türklərin sayı 8000 nəfərdir. Bizim klinikanın deməli ərazisi 18-20 kvadrat metrdir. Yəni ki, özü də açığını deyirəm, çox biabırçı formadadır. Baxmayaraq ki, Lentex rayonunun əhalisinin sayı 8000-dir. Yəni, orada icra başçısı, prokuror, məhkəmə, hakim, xəstəxana olmasına baxmayaraq, tutaq ki, amma Qaraçöpdə 40 min əhali yaşayır Qaraçöp mahalında, belə deyək. Qaraçöp mahalı faktiki olaraq Gürcüstanın bəzi rayonlarından, 4-5 rayonundan böyükdür. Amma orada kəndlərin əhalisi böyüyəndə onları parçalayırlar ki, kənd eləyirlər ki, nədir, əhalisi böyüdükcə onlara qəsəbə statusu verilməsin deyə, müəyyən əlavə xərclər ödənməsin deyə kəndləri bölürlər. Amma tutaq ki, götürək Marniuli rayonunun əhalisi 200 min nəfərdir.
Amma Gürcüstanda çox rayonların əhalisi 8 min, 10 min nəfərdir. Deməli, bizim Marneuli rayonunu harada türklər yaşayır, əksəriyyət təşkil eləyir. Oranın 200 min əhalisi olduğu halda Gürcülər və yaxud ermənilər yaşayan zonalarda rayonlar 10 mindən ibarətdir. Deməli, Marneuli rayonu 20 başqa rayona bərabərdir. Və biz soruşuruq bu Gürcü hakimiyyətindən ki, Gürcüstan hakimiyyəti nəyə görə bu bölgüyü siz hardan götürürsünüz? Yəni, konstitusiya mı ya dövlət aktları varmı? Rayon nə deməkdir? Yəni, rayon ərazisinə görə müəyyən olunur, yoxsa əhalisinə görə müəyyən olunur? Nətər olur ki, 8-10 min təşkil edən bəzi yerlər rayon statusu alırlar. Amma 200 min olanda tutaq ki, rayon olur və ya 40 minlik Qaraçöpdə kənd olur. Yəni, rayon olmur. Baxın, 40 min ərazisi olan Qaraçöp Saqroji rayonuna aiddir da. Orada 20, səhv eləmirəmsə 5 nəfər, deməli 25 nəfər bələdiyyə var. 25 nəfərdən cəmsi 3 min ya 4 min nəfər türkdür. Rayonun icra başçısı, bütün aparatda, bütün quberniyanın işləri 100% türkçülərdən və tarixən deməli Ermənistandan gəlmiş ermənilərdən ibarətdir. Demək olar ki, bir nəfər də olsun türk yoxdur. Nə icra aparatında, nə quberniyada, nə heç yerdə. Yəni, bugünkü demokratik Gürcüstanın vəziyyəti budur. İndi sizə bir nümunə deyim və hamı üçün fakt indi mən bunu desəm də deməsəm də bugünkü gün Gürcüstan prezidentinin atasının erməni olduğu hamı üçün bəllidir. Eləcə istəməzdim indi bir hamısını sıralayam. İndiki Gürcüstan prezidentinin atası ermənidir. Bəli, Salome Zurabishvilinin atası ermənidir. Fransada deməli öz ermənidir. Anası Gürcüdür, atası ermənidir. Eləcə də Gürcüstan hakimiyyətində 200-dən çox deyərdim ki, prezident aparatında, nazirlər kabinetində, parlamentdə və digər dövlət qanunverici icra orqanında 200-dən çox deməli erməni çalışır. Bir nəfər də olsun türk yoxdur. Bir nəfər də olsun. Sizə statistik deyim. Bugün Gürcüstanda prokurorluq orqanlarında 28 nəfər erməni çalışır, 25 nəfər Yezdi Kürdü çalışır, bir nəfər də olsun türk yoxdur. Allah Allah, bu qədər. Bəli. Biz orada, siz deyirsiniz ki, Gürcüstandakı o Sıvanlar, Qreklər, filanlar, onların hamısını da ayrı hesab eləsək, biz ən çox sayaq. Bəli, Gürcülərdən çox ən böyük millətiyik. Biz təqribən ermənilərdən 2 dəfə çoxuq. Kürdlərdən bir 50 dəfə çoxuq, belə deyək. Eləcə də o bir millətlərdən sayımıza götürən. Yəni bizim sayımız tutaq Gürcüstanda 800-dürsə də Yezdi Kürdlərin sayı təqribən 15 min civarındadır, belə deyək. Yəni ki, müqayisə olunmaz dərəcədə böyük fərq var. Bizim bugünkü gün siyasi partiyamız, daha doğrusu deməli siyasi baxışlarımıza görə biz daha çox milli demokratlarıq və biz Gürcüstan öz dövlətimizin vətənpərvərləriyik, öz vətənimizi çox sevirik. Separatizmə qarşı mübarizə aparmışıq tarixən və aparırıq da. Gürcü xalqı, belə də Gürcü milləti bizim Qıpçaq türklərinə qohum olan bir millətdirlər, açığını deyirəm. Bunun da tarixi kökləri var, Əvəz bəy, siz biləsiniz. 12-ci əsrdə David Ağmaşenebeli dönəmində Şimali Qafqazdan 40 min Qıpçaq ailəsi köçürülübdür Gürcüstana. 40 min ailə də təqribən, əgər bir 4-5 nəfərdən ibarət olsa ailə üzvü, bu 250-300 min civarında olan bir kütlə gəlib Gürcüstana. Və həmin dövrdə tarixi sənədlərə baxsanız, Gürcüstana əhalisinin elə türklü və qalan hamısı bir yerdə təqribən o qədər idi. Və bunlar böyük müharibələr nəticəsində Gürcüstan deməli xeyli ərazilər zəbt elədi və faktiki olaraq imperiyaya oxşar bir vəziyyət yarandı. Və Gürcü xalqı bunu çox gözəl bilir ki, bu Gürcüstanın güclənməsində, dövlətçiliyinin qurulmasında və mədəni sahədən dirçəlməsində və s. Qıpçaq türklərinin çox böyük rolu olubdur. O cümlədən bizim. Deməli, sonra müəyyən dövrdən sonra David Ağmaşenebeli Qıpçaq türklərlə xahiş edib ki, onlar milli mənsubiyyətini və dinlərini dəyişsinlər. Onların təqribən %50-yə qədəri Gürcü soyadı götürüblər. Amma %50-si nə dinini dəyişməyiblər, nə də millətini dəyişməyiblər və onlar bizim Borçalı zonasında xüsusən paylanıblar və deməli bir hissəsi də dağlara çəkiliblər. Yəni bugün Gürcülərdə olan Mgeladze, yəni Qurdoğlu, bilirsiniz də Gürcülərdə heç vaxt heyvan adından əlaqəli famil olmayıb tarixdə. Amma ki, indi hansı Qıpçaq ki, Qurdoğlu idi, o adicə oldu Mgeladze.
Yəni qurdun oğlu da Miguel qurd deməkdir də, canavar deməkdir. Tutaş Aslanoğlu oldu Vebxuacı, Lomicı, Lomsacı. Bundan başqa Deməli ki, indiki gürcülərin də bir hissəsi Qıpçaq türkləridir, hə? əlbəttə bu gürcü deməli alimlərinin çıxardığı istənilən bugünkü hər bir gürcüyü genetik cəhətdən test keçirsə, minimum 30-40% arasında Qıpçaq türk qanı var hər birində. Bu mən demirəm bunu, bu Gürcüstan Elmi Tədqiqat İnstitutunun çıxartdığı şeydir. Yəni mənim üçün çox belə üzücü bir şeydir ki, Azərbaycanda Gürcüstanla əlaqəli çox ağır pis durumda dərdim Gürcüstanın öyrənilməsi. Bizdə nə elmi tədqiqat institutlarında Gürcüstan öyrənən... Gürcüstanı öyrənmirik mi? Azərbaycan Gürcüstana sahib çıxmır mı? Yox, dərdim ki, yox. Deyim ki, nə Gürcü dilini bilən dövlət strukturlarında bir nəfər də olsun bizim Gürcü dilini bilən yoxdur burada. Nə prezident aparatında, nə nazirlər kabinetində, nə parlamentdə və başqa strukturların heç birində Gürcü dilini bilən bizim peşəkar professionallar yoxdur. İkincisi də elmi tədqiqat institutlarında, Elmlər Akademiyasında qonşu Gürcüstanı, Gürcüstanda yaşayan xalqlar, millətlər, tayfalar, onların deməli tarixi, mədəniyyəti və s. haqqında ümumiyyətlə xəbər yoxdur. Mən burada izləyirəm, jurnalistlərlə, siyasətçilərlə görüşürəm və mən çox əmin oldum ki, dərdim ki, Gürcüstanla əlaqəli Azərbaycanda məlumat yoxdur. Tanımırlar Gürcüstan ümumiyyətlə və əvvəllər də Gürcüstan haqqında ağız dolusu danışan bəzi bizim kollegalarımız, açığını deyirəm, daha çox informasiyadan çox dezinformasiya verirdilər. Yəni o Gürcü dilini bilmədiklərinə görə, Gürcüstanı yaxşı tanımadığına görə, Gürcü millətinin onların kontaktının, əlaqələrinin yaxşı olmadığına görə daha çox mən onlara dərdim ki, dezinformasiya xarakteri daşıyırdı bu şeylər. Ona görə də uzun müddət kimlərinsə Gürcüstanla əlaqəli məlumatları və Gürcüstan haqqında geniş ağız dolusu danışmaları və çox məhdud danışmaları elə Azərbaycan cəmiyyətində Gürcüstan haqqında düzgün fikrin formalaşmamasına gətirib çıxarıbdır. Məsələn, tutaq ki, mən adını saydığım tuş tayfaları var, belə də Gürcüstanda. Bu keçmiş inquşlardır. Yəni, Gürcüstan ərazisində yaşayan müsəlman inquşlar deməli, xristianlığı qəbul ediblər, sonra soyadını dəyişiblər və tam assimilasiyaya uğrayıblar. Əlbəttə, bunun hamısının tarixi kökləri var və həmin prosesləri biz bu gün də yaşayırıq. Nəyə görə? Ona görə ki, bizim son 15-20 ildə məktəblərimiz 50% bağlanıbdır. Azərbaycan. Bəli, Azərbaycan türk məktəbləri. Gürcü dilində başqa problemimiz var da. Biz deyəsəniz ki, Gürcü dilini öyrənmirik Gürcüstan. Yox, bilirsiniz nə tərdir sizə deyim. Gürcü dilini bilmə problemi deyil. Bizdə Gürcüstanda 100 minlərdən Gürcü dilli Gürcülərdən yaxşı bilən kadrlar. Əlbəttə, nə söhbət. Mənim ailəmdə, mənim böyük oğlum, tutaq ki, top universiteti olan Tiflis Dövlət Universitetinin Cavakişviliyin hüquq fakültəsini əla qiymətlə bitiribdi. Yəni o Gürcülərdən daha yaxşı danışır, açıq deyirəm. Çünki o universitetdə proqram çox ağır olduğuna görə Gürcülərin özü belə 3 il orada oxuya bilirlər, sonra dəyişirlər, başqa nisbətən aşağı səviyyəli universitetlərə keçirlər. Amma bir nəfərimiz də olsun işdən təmin eləmirlər. Nə Gürcüstanda, nə Azərbaycanda. Ona görə də bizim gənclərimiz məcbur olurlar ya fəhlə kimi çalışsınlar, ali təhsil universiteti qutaranlarımız, ya da Gürcüstan tərk edib keçsinlər. Bizim bəlamız bundan ibarətdir. Bizə yollar bağlıdır. Bilirsiniz nə tərdir deyim, məktəblərimizə bağlanması əsas səbəblərindən biri odur ki, pedaqoji kadrlar hazırlanmır. Əvvəllər Tiflisdə Puşkin adlı pedaqoji institut var idi, orada Azərbaycan şöbəsi var idi və orada Azərbaycan ana dili, ədəbiyyat, Gürcü dili və s. belə ixtisaslar alırdılar və o vaxt yaxşı adınızdadır, Sovetlər dönəmində də biz gəlirdik Azərbaycan təhsil alıb geri dönürdük. Ona görə də məktəblərimizdə müəllim kontingenti lazımı qədər var idi və çox yüksək səviyyədə uşaqlarımızı hazırlaya bilirdik. Bugünkü günə artıq o Puşkin adına Azərbaycan şöbəsi bağlandı. Azərbaycana gəliş edib oxuyub geri qayıtmaq əvvəlki kimi asan olmadığına görə görürsən ki, alınmır bu. Ona görə də məktəblərimizdə pensiya yaşına çatmış müəllimlərimiz dünyasını dəyişəndən sonra onları əvəz eləyən yeni kadrların, yeni kontingentin gəlişi çox zəiflədiyinə görə məktəblərimizdə hətta bir çox fənlər üzrə müəllimlərin çatışmadığına görə uşaqlar məcbur, valideynlər məcbur olurlar ki, öz övladlarını aparıb Gürcü məktəblərinə qoysunlar.
Bundan da faktiki olaraq biz öz doğma dilimizdən uzaqlaşırıq. Əlbəttə, istənilən bir türk başqa yerdə, başqa deməli ərazidə, başqa dinin və dilin içərisində yaşayan bir millət əgər Nizami Gəncəvi tanımırsa, Nəsimi tanımırsa, öz tarixi haqqında məlumatı yoxdursa, bunun assimilasiyaya uğramaq şansı getdikcə yüksəlir. Və çox əfsuslar olsun ki, Azərbaycan da buna göz yumur. Hələ ki, açıq deyirəm, bu haqda, bu istiqamətdə hələ ki bir real addımlar atılmır. Və düşünürəm, inşallah, yəqin tapılar o insanlar. Mən hərdən Zeynal bəy müraciət eləyirəm, amma mən bəzən birdən dostlarımız regionçuluqda məni qınayırlar. Mən Azərbaycan prezidentinə müraciət elədim ki, parlamentdə ya da tutaq ki, idarəçilikdə, qanunverici icra orqanlarda Azərbaycanda əslən Gürcüstandan kimsə olsa, kimlərsə olsa, amma kriminal və ya feodal təfəkkürlü yox, tutaq Kərəm Məmmədli kimi bizim tarixçi alimimiz, elitamız, qaymağımız bizi təmsil eləsə, biz onunla bərabər tutaq ki, orada olan dərdimizi, orada olan problemlərimizi onun qarşısına qoya bilərik, o da dövlət hakimiyyətə çatdıra bilər və hansısa projelər işlənilə bilər. Amma çox əfsuslar olsun ki, bugün Gürcüstanın nə parlamentdə var Azərbaycanda, nə heç bir yoxdurmu? Parlamentdə Gürcüstanda heç yoxdur. Allah. Mən də bəzən Qaralov var idi, baş prokuror. O da Gürcüstanlıların adını batırmaqdan başqa bir şey yaramır. Heç olmasa xeyri oldu mu Gürcüstanlıların? Valla de o mən sizə statistik deyirəm də xeyir olsa görünərdi yəqin. Yəni biz katastrofik bir durumdayıq. Onlar olanda necəyik? Durum dəyişirdi. Məsələn, Zəlimxan Yaqub var idi rəhmətli. O olanda nəsə bir fərqli bir cəhəti olubmu? Yox deyərdim mən. Onda da yox. Bilirsiniz nətərdir, yenə deyirəm də, bir neçə illərdir bizdə, özünüz bilirsiniz ki, hələ türklərdə qalan bəzi cəhətlərimiz var. Bizdə tayfabazlıq, yerlibazlıq, belə şeylər var, belə. Amma mən tayfabazlıq, yerlibazlığı sevən adam deyiləm. Sadəcə olaraq regionçuluq da deyəndə fərqli düşünürlər. Azərbaycan əlbəttə bütün regionlar təmsil olunmaqla idarə olunur. Azərbaycanda bütün rayonların nümayəndələri var, bütün hər yer hamı təmsil olunur orada. Hətta qərbi Azərbaycanlılar belə təmsil olunur hakimiyyətdə. Amma yeganə region bizik ki, belə deyək, bugünkü gün diqqətdən kənarda absayt vəziyyətində qalmışıq. Maraqlı bir vəziyyətdir. Deməli, deyirsiniz ki, yeganə Azərbaycan Türklərinin içərisində də yeganə Gürcüstanlılardır ki, siyasət. Sizə bir faktı deyim. Mənim oğlum Azərbaycan vətəndaşıdır. Mənim oğlum Azərbaycan vətəndaşıdır. Çox yüksək səviyyəli kadrdır, açıq deyirəm. Bugün Azərbaycan səfirliyində bir nəfər də olsun Gürcü dilini bilən kadr yoxdur. Bizim Gürcüstandakı. Bəli, yəni Faiq müəllim bizim səfirimiz çox gözəl insandır, professional diplomatdır. Gürcüstanlıdır mı heç olmasa? Yox, Sinyeridir. Eləmi? Bəli. Deməli, bizə fərq etməz o. Çünki mən deyərdim ki, Faiq müəllim indiyənə qədər olan bizim yerlilərdən 100 dəfə artıq iş görür. Çünki Ramiz Həsənov idi əvvəlcə. Bəli, demək olar ki, Faiq müəllim bugün ondan 30 il ərzində öncə olan deməli bizim səfirlərin işini görür hələ. Yəni bizim o səfirlər o qədər sıfır bir... Amma bu Gürcüstan səfirlikdə Gürcü dilini bilən yoxdursa nə tər iş görə bilər? Mən də bilmirəm. Yəni Azərbaycanın Gürcüstandakı səfirliyində heç... Bir nəfər Gürcü dilini bilən yoxdur. Allah Allah. Tam məsuliyyətinlə deyirəm. Amma siz deyirsiniz ki... Mən də müraciət eləmişəm. Deyirəm ki, mənim oğlum Azərbaycan vətəndaşıdır. Mənim oğlum Azərbaycan vətəndaşıdır. Özü də Gürcü dilini yaxşı da bilir. Universiteti Fakirçanın top universiteti qutarıb. Yəni bu Cavakşvili dünyada olan 100 top universitetlər siyasındadır. Yəni bu, yəni istəyirsən Amerikaya get, hara getsən, o dəqiqə qutardı, qısa sürə səni işə götürür, çünki top universiteti qutarıbdır bu. Özü yüksək baldan, yüksək... Amma işə götürmür. Götürmürlər. Onda necə eləyə bilərik? İndi mən gəlmişəm, müəyyən yoldaşlardan görüşürəm, eləyirəm ki, nazirlikdən xahiş eləyək ki, bir ştat açsınlar. Ki, heç olmasa bir ştat açsınlar ki, bir nəfər heç olmasa, tutaq ki, Gürcü dilini bilən kadr olsun.
Mən Faiq müəllim deməli haqqında demək istəyirəm, çox gözəl diplomat, yüksək səviyyəli, açıq deyirəm. 30 il ərzində bizdə faktiki olaraq Azərbaycan Gürcüstandakı səfiri heç bir işlə məşğul olmayıblar, heç bir işdən və onlar Gürcüstanda o qədər bərbad vəziyyətə qoyublar bu Azərbaycan diplomatiyasını ki, Faiq müəllim bu dəqiqə hələ onların səhifini düzəltməklə məşğuldur ki, yəni bizim mövqeyimizi Gürcü cəmiyyətində tanıtmaq üçün, o müəyyən inteqrasiya mərkəzləri yaratmaqla, nə bilim mən Gürcü mədəniyyətini bizim xalqa çatdırmaqdan, mədəni irsimizi və s. və böyük çətinliklər çəkir və biz neçə dəfə mən şəxsən Taş Faiq müəllim qonaq olduq biz. Deməli Gürcüstan Yazıçılar İttifaqının sədri mənim dostumdur. Teymur Calabaşvili, eləcə də Rəssamlar İttifaqının sədri, eləcə kinematoqraflar və bir neçə akademik professordan bərabər biz qonaq getdik Faiq müəllimə səfirliyə, projelər təqdim eləyirdik. Orada elə bir vəziyyət yarandı ki, bilirsiniz Gürcü milləti biraz nə dedim, milli qürrü olan millətdir. Onlar dedilər biz rus dili çox gözəl bildik, amma rusca danışmayacağıq. Belə bir vəziyyət yarandı ki, Rusca danışmayacaq, deməli ya Gürcü dili qalır danışmağa. Da yəni ki, mən məcbur oldum ki, tərcüməçi funksiyasını öz boynuma götürəm. Yəni onlar Gürcüdə danışdılar, mən Faiq müəllimə tərcümə elədim. Faiq müəllim də Azərbaycan danışmaya, onlar Gürcüdə tərcümə elədim. Və mən gördüm, həqiqətən Faiq müəllim çox çətin vəziyyətdə çalışır və indi kadrlar əlbəttə Azərbaycandan müəyyən olunur. Faiq müəllim prerogativasına aid dövlət səfirlikdə iştirak etmək və s. Amma Xarici İşlər Nazirliyi. bəli, Xarici İşlər Nazirliyi heç olmazsa bir iştirak açmalıdır ki, Gürcü dili bilən kimsə mütəxəssis işə götürsün. Bunun özü anlaşılmaz bir şeydir ki, Gürcüstan səfirliyində yox, heç Gürcüstanın hakimiyyətində də Sıfır. Yoxdur, yox. Bilirsin, bir var yoxdur. Yaxşı, niyə bu soklar diaspora komitəsində Yox, istər Azərbaycanın belə dərdində vəzməlim. Azərbaycanın orada 350-dən çox böyük şirkətlər çalışır. O cümlədən Akkorddur, Daşı, Sokardır və s. Sadəcə olaraq onların hamısının rəhbərliyi Azərbaycandan gəliblər. Bizim üçün qalır orada yalnız fəhlə vəzifəsi ya da tapança tutmaqda orada benzin doldurmaq. Yəni ki, bizdə orada vəzifə yoxdur. O şirkətlərdə tutaq ki, müdürmü, ya müdür mavini, ya kimsə bir şöbə müdür olsun, belə olsun. Bizdən getmək. 350 şirkətdə hərəsində 2 nəfər Gürcüstan Azərbaycanlısı görülürsə, 700 adamdır. Orada əhali bütün. Əfsuslar olsun ki, yoxdur. Reallıq budur. Deyərim ki, artıq mən sizə deyim, bir fakt deyim. Bugün Gürcüstanda yaşayan türklər 100 il əvvəl, 100 il və ya 100 il əvvəl olduğumuz durumdan çox-çox pis vəziyyətdir. Mən sizə 100 il əvvəlki faktlardan deyim, tutaq ki, 150 biz nəfər olmuşuq. Tutaq ki, o Nəriman Nərimanovun dövrü, Rəşid Beyxudovun dövrü, Maestro Niyazi və s. Həsən Əhsanov, hamısı bilirsiniz Tiflisdə anadan olublar. Vazi, Nəriman Nərimanov, Molla Nəsrəddin və s. Yəni, bugünkü mədəniyyətimizin böyük hissəsi bir 100 il əvvəl Tiflisdə olubdur. Bugün nə var Tiflisdə? Sıfır. Yəni 100 il, 150 il əvvəl daha güclü mövqelərdə olmuşuq. Bizim karifeylərimiz, bizim yetirdiyimiz mədəniyyət, incəsənət, elm xadimləri çox-çox yuxarılarda olublar. Amma bugün heç kəsimiz yoxdur bizim. Bir nəfər elmlər namizəd yoxdur Gürcüstanda, Azərbaycanda. Bir nəfər. Alimimiz yoxdur bizim bir nəfər. Amma 50 min mollamız var. Yəni mədrəsələr açıblar, İran mədrəsəsi, İraq mədrəsəsi, ərəb mədrəsələri və mən istərdim dinlə əlaqəli də Səs yoxdur. Niyə fışırdılar? Səhərdən oldu, millət də gelir. Səs kimin səsi pisdir? Məndə səs pisdir, yoxsa əlavə səs var? Hə? Problem var, mikrofon bozuk. Əvəzbəydə problem var, mikrofon deyil. Mən bunu dəyişdim, dəyişdim. Səsdə nə problem? Fazla mənim səsim orada mı? İndi cızırtı gəlir. Səsdə problem var. Səsdə tutup biz yenə problemə gəldik. Onu buradan onu düzəltdik.
Səsdə xışıltı var, səs eşidilmir. Efirdə xışıltı var. Onu da getdi yaxşı. İndi nə olacaq? Cəmaət xışıltı var, xışıltı var. Mənə kondisioneri göstərir. Səsdə qırıltı var. Düzəldi məclis tamaşaçılar. Əgər düzəldisə, düzəldi. Səs düzəldi. Hə, davam edin. Əvəz bəy, mən indi sizə deyim ki, güya ki, çox adamlar belə təsəvvür edir ki, Gürcüstanda bizim mədəni, intellektual səviyyəmiz və yaxud başqa göstəricilərimiz bizim doğma Gürcü qardaşlarımızdan aşağıdır və yaxud başqalarından aşağıdır. Nə erməni, nə tutaq ki, qeyri-Gürcü milləti, başqa millətlərin heç biri öz mədəni səviyyələrinə görə orada yaşayan türklərdə müqayisə oluna bilməz. Yəni, bizim Rəşid Beyputov kimi, yenə deyirəm, Maestro kimi, Nərman Nərmanov kimi, tutaq ki, Axundov kimi, Vazeh kimi, Şaiq kimi bir balaca yerdir, Şeytanbazar, Tiflisin mərkəzində açığını deyirəm, 4-5 hektar yerdən yüzlərdən dünya səviyyəli dühalar çıxıbdır. Yəni bu nə Türkiyədə var, nə Azərbaycanın, nə Bakının özündə yoxdur elə bir məhəllə ki, bir balaca məhəllədən bu qədər dünya şöhrətli adamlar çıxır. Şeytanbazar deyilən yerdə. Bəli. Bir gün nə gündəyik biz, bu gün nə vəziyyətdəyik biz? Ona görə də mən Azərbaycan hakimiyyətinə xahiş edərdim, Gürcüstana bir diqqəti artırsınlar, həqiqi deyirəm. Nə olmalıdır Fazıl müəllim, nə təklif edirsiniz? Bilirsiniz nə tərdir? Mən sizə də dedim, Əvəz bəy, bu günə qədər siz çox gözəl bilirsiniz, Gürcüstanla əlaqəli danışan siyasətçilərimizin özü Gürcüstanı tanımırlar. Onlar Gürcü dilini bilmirlər. Nə olsun ki, Gürcüstanda doğulubdur, 18 yaşında, 17 yaşında çıxıb gəlib bura. Amma bunun haqqı çatmır ki, o bugün dura tutaq ki, ya indi Türkiyədə yaşayır, ya Azərbaycanda yaşayır, ya Avropada yaşayır, hardasa bir də görsün Gürcüstan haqqında başlayır danışmağa. Onun yəni ki, Gürcü dilini bilmədiyinə görə o Gürcü məlumatlarını oxumur, tutaq saytları oxumur, televiziya baxmır, məlumatları hardan ala bilər o? Yəni öz kəndlərindən zəng elirlər, nə var, nə yox, onlar da biraz buna danışır. Bu da başlayır, efirə çıxır, başlayır ətraflı danışmaya ki, belə da elədir. Belə ola bilməz axı. Elə deyilmi? Biz elm adamlarıyıq, biz ziyalılarıq. Ona görə də biz baş verən prosesləri diqqətlə izləməliyik. Nəyə görə baş verir və buradan çıxış yolları nədən ibarətdir? Bax, mən sizə indi deyim də, bugün mən siyasi partiyam, Şentvi Sakartvelo siyasi partiyasının Gürcüstan hakimiyyətindən tələb elədiyim nədən ibarətdir? Birincisi, biz milli kimliyimizi qaytarmalıyıq, Əvəz bəy. Yəni 1936-cı ilə qədər mənim nənəmin, babamın kimliyində və pasportunda yazılıb Milliyyət Türk. Amma Stalin, belə də şərəfsiz, götürdü bizim milləti adını yazdı Azərbaycanla. Bugün bizim Azərbaycanlara Türkiyədə, deməli Gürcüstanda hansı adlardan çağırırlar, sizə deyim. Musulman, Qızılbaş, Tat, Tatar, Azərbaycanlı, Azəri, Azərebi, belə və 7-8 adımız var bizim, bilirsiniz. Mən də müraciət eləyirəm ki, qardaşım, sən deyirsən ki, Mekarteli var, Vamaqov. Yəni, mən Gürcüyəm, fəxr eləyirəm ki, Gürcüyəm. Və sən mənim adımı niyə qaytarmırsan, qardaşım? Mənim gözəl türk adım var, eləmi? Mənim gözəl türk adımı qaytar ilə özümə. Mən də deyim ki, mən türkəm, fəxr eləyirəm. Siz məni 7 ayrı-ayrı adlarla niyə təhqir eləyib çağırmalısınız mənə? Bir haldaş mənim özümün türk adım var. İkincisi, 47-ci ildə başlandı. Baş keçid adı Manis oldu. Bolnisinin adı dəyişdirildi, Bolusun adı dəyişdirildi, Bolnis oldu. Sarvanın adı oldu Marniuli, Qarayazın adı oldu Qardabani və s. Bizim 100-dən çox türk toponimik coğrafi adlarımızı dəyişdilər. Dağ adlarını, çay adlarını və s. dəyişdilər. Niyə görə dəyişdilər? Ona görə ki, bu türk adıdır. Siz məndən də yaxşı bilirsiniz ki, Əvəz bəy, deməli, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Konvensiyasının insan haqları ilə əlaqəli hissəsində göstərilir. Milli azlıqların özünün, deməli, istək və arzusunun əleyhinə olaraq toponim adların dəyişdirilməsi, soy adların dəyişdirilməsi və s. milli adların dəyişdirilməsi və s. soyqırım kimi qiymətləndirilir. Deməli, faktiki olaraq Gürcüstanda bizə qarşı aparılan zorakılıq siyasəti, bizim toponimlərin adının dəyişdirilməsi, bizim Gürcüstanda türklər yaşayan kəndlərə gətirib xaçın taxılması, sancalması və s. Bunun hamısı... O xaçlar eləcə də durur, elə mi? Durur, problemi yoxdur. Yenə deyirəm, biz
Mən sizə bir şey deyim ki, Əvəz bəy, biz yan gürcülərlə dostcuq, qohumuyuq, qardaş, yasıq deyirəm. Biz fəxr eləyirik ki, onlar xristiandır və onların xası var orada. Mən onları təklif elədim ki, biz sizdən qardaşıq, deyir, bəli. Deyirəm, olmaz mı o xasın yanına da bir dənə ay ulduz taxay orada? Yəni xristianla qardaş. 4 dənə xas qoysan bayrağına, bir dənə də ay Bəs onu deyirəm də, deyirəm. Arkana qoy da ulduz heç qoyma, ulduz başına deyir. Bəli. Mən də deyirəm ki, bu o xasın yanına bir ay ulduz da bastıraq, qardaş kimi yaşayaq da bizim. Biz burada etnik sayı etibarilə hamıdan Bəli. Mənə deyirlər ki, bəzi yoldaşlar deyir, sən radikalsan. Deyirəm, mən niyə radikalam, qardaşım? Bu xristiandır. Burada xristian yoxdur ki. Amma ki, Gürcüstanda yaşayırıq Gürcülər, bizim qardaşımızdır xristian. Bəli, çox gözəl. Deyir, gəlin onun yanına bir ay ulduz da bastıraq, bir qardaş kimi bərabər yaşayaq da. Təsəvvür eləyin, mən getdim Nazirlər Kabinetinə yazılı müraciət elədim. Parlamentə yazılı müraciət elədim. Məhkəməyə yazılı müraciət elədim. Toponimik adlarımızı qaytarılmasına əlaqəli. Ya cavab vermirlər, ya da elə cavab verirlər, mənasız cavablar verirlər. Məni istiqamətləndirirlər bir yerə. Gedirsən ora, onunla 1-2 ay, 3 ay sonra o göndərir başqasına. O axırda o deyir ki, mənlik deyil bu. Bilirsin, yəni ötürü aparırlar. Mən də məcbur oldum lapatqı əlimə götürüb, bilməm izlədinizmi siz? Deyəsən, hə. Mən də lapatqanı götürdüm, getdim. Qarabağlı adını qoyula Cicmadyani. Cicmadyani yolka demək, şam ağacı. Kəndin şam ağacı qoymaq olarmı adını? Yəni elə bir kənd varmı şam ağacı qoyasan adını? Qarabağlı. Qarabağlının adını qoyula şam ağacı. Allah. Arıqlı, tarixi. Ermənidən nə fərqi var bunun? Hə. Deməli tarixi adlarımıza baxın. Arıqlı kəndinin adını qoyula Naxiduri. Faxralı kəndinin adını qoyula Talaveri. Gürcücə heç bir mənası yoxdur. Yəni Gürcücə baxın, Google-də görün, tərcümədə axtarın, tapın, görün o məna varmı? Gürcülərin özü belə bilmirlər ki, bu nə deməkdir bu? Yəni bu bizim milləti təhqir deməkdir, Gürcüstanda yaşayan türkləri. Biz yenə deyirəm, mənim gürcü dostlarım var, siyasi partiyamda olan xeyli alimlər var, gürcülər. Biz onlarla bərabər, onlar da mənim fikirdədir. Elə fikirləşməyin ki, Əvəz bəy, onlar məni dəstəkləmirlər, dəstəkləyirlər. Niyə bilirsinizmi? Ona görə ki, mən onlara təklif edirəm ki, gəlin Azərbaycan kimi, Gürcüstan kimi tolerant bir cəmiyyət quraq biz. Baxın, Abxaziya və Osetiya Gürcüstandan nəyə görə aralaşdı? Bax, həmən bu aparılan yaramaz siyasətə nəticəsində. Yəni, Gürcüstan federativ bir dövlət idi faktiki olaraq. Yəni, Acarıstan, Abxaziya, Osetiya, Gürcüstan. Bu 4 deməli qurum Gürcüstanı qurmuş. Buna baxmayaraq, nə prezidenti, nə parlamentin sədri, nə nazirlər heç bir yer Abxazlara, Osetinləri qoymurdular. Və o yerə gəldi ki, bunlarda separatizm meyli gücləndi, müstəqilliyə faktiki olaraq indi şimaldan özünüz bilirsiniz ki, əlaqə qurdular, ayrıldılar. İndi təkrar onları Gürcüstanın tərkibinə qaytarmaq çox belə asanmı olacaq? Mən də bunlara deyirəm, siz tutaq ki, türklər heç vaxt separatist olmayıb və biz o ruhda olan adamlar deyilik. Amma burada yaşayan erməniləri belə siz özünüz separatizmə itəliyirsiniz. Yəni, baxasınız ki, bu yaxınlarda Qarabağ savaşda xüsusilə kömək elədi ermənilərə. Siz baxasınız ki, ermənilər bu yaxınlarda artıq separatizmin, əlbəttə artıq büyünün özündə cavab verir. Mütləq, 100%. Ona görə ki, mən sizə... Biz də ona itəliyirlər də. Adımı dəyişirsən, mənə vəzifə hesaba qoymur. Yox, biz ona getməyəcəyik, çünki istənilən qədər açıq deyirəm. Elə, məsələn, açıq deyirəm, bunu çox vaxtlar bizim Borçalı bölgəsində olan ermənilər zat ki var, bunu bilərəkdən eləyir, bizim milli hisslərimizdən oynayırlar ki, bizi gürcülərdən qarşı-qarşıya qoyarlar. Açığını söyləyirəm sizə. Bax, 44 günlük Qarabağ savaşından sonra Əvəz bəy, nə baş verdi? O tərəfdə, tutaq ki, Cənubi Azərbaycanda qardaşlarımız, türklər, o tərəfdə Türkiyəli qardaşlarım, bu tərəf Azərbaycan. Ermənistanın bircə çıxışı qalır Gürcüstan tərəfə. Gürcüstan da bilirsiniz ki, son vaxtda biraz gürcülərdən Ermənistanın arasında da o qədər mehriban münasibətlər yoxdur, yoxluq yoxdur. Çünki onlara silah verilməsi məsələsində və s. Gürcüstan hakimiyyəti bir balaca manesi törətdi, onlara özlərini yaxşı hiss eləmədilər. Ona görə də mütləq ermənilər çalışırlar ki, Qaradənizə çıxıb və özləri üçün nəsə bir deməli, nəfəs, kislorod, belə deyək, oksigen mənbəyi tapmaq üçün mütləq və mütləq onlar Gürcüstanda deməli, ermənilər yaşayan ərazilərdə muxtariyyət tələb eləyəcəklər. Buna söhbət yoxdur və biz artıq bu neçə gündür bunun deməli, sədalarını deşiririk. Siz baxın nə baş verir. Bolnisi rayonunda bir gürcü xanım elan verir, deməli, Facebookda, sosial şəbəkədə ki, mən evimi satıram,
Amma xristiana satıram, müsəlmana satmıram. Allah Allah. Baxın, Yəni Azərbaycanlılara sat. bəli, mən belə başa düşdüm ki, bu qadın 100% ermənidir. Nəyə görə? Ona görə ki, Gürcü heç vaxt yazmaz ki, xristian. Xristian o deməkdir ki, o deyərdi ki, mən Gürcüyə satıram. Xristian deyəndə belə çıxır ki, həm Gürcüyə, həm erməniyə satıram. Amma Gürcülər inanmıram o söz deyərlər. O 100% Gürcü soyadında olan erməni idi. Bilirsiniz, yəni ya erməniyə satıram öz mülkünə, ya Gürcüyə satıram. Biz bunu lazım olan orqanlara çatdırdıq. Təsəvvür eləyin. Bu nə deməkdir? Açıq rasizmin, yəni irqçiliyin nümunələridir. Yəni bundan əlbəttə biraz dərinə getsə bu faşizmə yaxınlaşır artıq, bilirsiniz? Yəni diskriminasiya, irqçilik, tutaq ki, faşizmin əlamətləri bu çox pis dünyada bu dəqiqə çox pis qəbul olunan şeylərdir. Sosial şəbəkədə erməni həkim çıxıb türkləri təhqir eləyir birbaşa. Deyir ki, türklər mənim yanımıza gəlməyin deyir. Siz çox yaramaz millətsiniz. Hə, vallahi deyir. Bəli, mən sizə göndərərəm onu, biz lazım. Onu da sonra dedilər ki, bunu işdən çıxartdılar və s. Mən dedim, işdən çıxartmaq yox, bu cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ona görə ki, onun işlətdiyi cümlələr antikonstitusyon və Gürcüstan cinayət məcəlləsinə görə bizim insan haqları, insan hüquqları kobud surətdə pozulur və biz təhqir olunuruq. Ona görə də bu bizi təhqir elədiyinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır, amma cəlb eləmədilər. Eləcə də tutaq ki, o da deyir ki, mən Gürcüyəm, soyadında idi, amma ki, çox ehtimal ki, o da erməni idi. Tibbi yardım maşınının deməli həkimi. Bizim pasiyentlər Azərbaycanlı da belə deyək, çağırıbdır tibbi maşınını çağırıbdır. Biraz hündürdən danışır ki, nəyə görə gecikirsiniz da bu qədər, siz gecikirsiniz. Deyir, siz gedin de bu hüquqlarınızı Bakıda tələb eləyin deyir, siz burada qonaqsınız. Birbaşa sosial şəbəkədə deyir bunu. Amma Gürcüstan hakimiyyəti yeni ölçü götürmür. Bilirsiniz, burada mən ixtisasım tarix hüquqdur və bir hüquqçu kimi deyə bilərəm ki, mən əgər baş verən hadisələrə, bu kobud qanun pozuntularına qarşı hakimiyyət və məsəl üçün o güc strukturları göz yumurlarsa, mən onda belə nəticə çıxardıram ki, bu Gürcü hakimiyyətinin deməli apardığı siyasətin inikasıdır. Yəni ki, onlar da belə düşünür də bu erməni kimi. Çünki eyni fikirdə olduğuna görə də qanun pozuntusu yoxdur. Amma biz türklər istənilən bir balaca hansısa buna bənzər söz belə desək, o dəqiqə bizim həbs eləyirlər. O cümlədə mənim oğlumu həbs eləyiblər ikinci dəfədir. Oğlunuzu? Bəli. Niyə? Salırlar provokasiyaya, salırlar, sonra da başlayırlar şərt qoymaya ki, ya danışma, ya az danış, ya da ki, düzgün deməklə, gəl səndən danışaq, oğlunu həbsdən azad eləyək. Bir dəfə həbs elədilər, bir azad elədim. İkinci dəfə həbs elədilər yenə. Çox maraqlı da nədir ki, mənim oğlumun şahadı üzünə duran erməni idi. Allah. Hə, vallahi. Mən sizə göndəriblər adını, soyadını, hər şeyi. Bilirsiniz, nətərdir? Çox qəribə hadisələr baş verir. Bizdəki o vaxtı, Qərbi Azərbaycandakı hadisələr. Bəli. Ona görə də mən tam məsuliyyətinlə deyə bilərəm. Gürcüstan dövlətinə çox kömək edir. Boru oradan keçir, barjımlarını alır. O dövlət bizim hesabımıza yaşayır. Budur mu əvəz, Fazilin? Mən Əvəz bəy deyərdim, bizəm Gürcü xalqı, yenə deyirəm, bizə dost, qardaş və qohum millətdir. Biz onları sevirik, onlar da bizi sevir. Böyük əksəriyyət açıq deyirəm də, indi yaxşı, pis həmişə olur da. Amma ki, bir millət kimi götürəndə Gürcü millətinin böyük əksəriyyətinlə bizim çox yaxın dostluq münasibətlərimiz orası. Çox əfsuslar olsun ki, son 30 ildə hakimiyyətə Şevarnadze, Saakaşvili filan gəlməsinə baxmayaraq, hamısı bizə qarşı eyni siyasəti yerdir. Heç bir fərq yoxdur. Mən bu gün də baxıram ki, Azərbaycanda Saakaşvili nostalgiyası gənə yaşayır. Ki, yəni bizimkilər Saakaşvili çox sevir, çox demokratik bir quruluşdur. Və mən dəhşətə gəlirəm ki, bunlar bu nəticəyə hardan gəlirlər? Bax, bu dediklərim ki var. Səhv mi nəticəyə gəlir Azərbaycanlılar? Biz səhv mi nəticədəyik? Əlbəttə səhv nəticəsiniz. Mən sizə dediyim faktdan hamısı 100% Saakaşvili dönəmində də belə idi. Yəni, Tumaniçi də yenə... Burada yazırlar da, deyirlər də, ay Gürcülərdə belə demokratiya var, ay nə bilir. Məsələn deyin, məsələn. Yaxşı yaşayırlar, uşaq pulu verirlər. Yox, uşaq pulu zat vermirlər orada. Uşaq pulu yoxdur sadəcə olaraq. Bizdə sadəcə olaraq sığorta sistemi var. 4000-4500 dollar adam başına sığorta var, sığortalayırlar. O xəstələnəndə elə mi? Bəli. Yəni Gürcüstan hər bir vətəndaş 4000-4500 dollar civarında sizin bu puldan dollara çıxıyorsa, bizim puldan 14000 liraya qədər sığortalanırlar. Bu var.
Amma götürək Kürdistan büdcəsindən götürsək, Kürdistanda borc halda Azərbaycanlıların, türklərin yaşadığı regionlar ən çox az maliyyələşən. Sizə bir faktı deyim. Keçən il ərzində deməli Cavaxetiyada ermənilərin 3 rayonunda ermənilər 100 milyon dollar grant alıblar kənd təsərrüfatının inkişafı üçün. Borçalı 1 manat almayıbdı. Fərqə baxırsınız. Mən tam məsuliyyətinlə deyirəm bunu ki, 100 milyon dollar Cavaxetiya ermənilərinə Gürcüstan hakimiyyəti bəli, kənd təsərrüfatının inkişafı üçün 100 milyon dollar grant ayırdı. Amma borçalı türklərinə 1 lari belə verilməyibdi. Qaldı, Gürcüstan bölünübdür bu dəqiqədə, quberniyalar bizdə idarə olunur. 5-dən artıq bizdə quberniya var, belə deyək. O bir regionlar, bütün tutaq Gürcülər, ermənilər yaşayan regionlarda Almaniyanın, tutaq Amerikan və s. səfirliklərinin iştirakından çox güclü, gözəl, deməli, dövlət səviyyəli projelər həyata keçirilir. Bizim zonalarda da gətirirlər zəhərli fabriklər tikirlər. Sement zavodu, metallurgiya, nə bilim ferromanqaniz, madniuli, nə ki zəhər istehsal edən, zəhər ixrac edən özündən nə ki bütün maddələr var, hamısını bizim regiona. Dumanisi rayonu baş keçiddə deyək. Gürcüstanda bütün rayonların içində bəlkə ən gözəl rayonlardan biridir, amma 1 manatda olsun pul xərclənib turist bölgəsinə salınmır. Amma Dumanisidən qat-qat öz təbii deməli göstəricilərinə görə qat-qat aşağı olan Gürcülər və yaxud ermənilər yaşayan zonaların hamısını turist zonasına eliflər və yerli əhali turistlərlə dolanırlar. Bizim də Dumanisidə baş keçiddə yaşayanlar da hamısı Polşaya gedir işləməyə. Çünki iş yoxdur. Məktəblərimiz də bağlanır. Məktəblərimizin bağlanmasının ən böyük səbəblərindən biri, yadınızda saxlayın, işsizliklə əlaqəlidir. Yəni, çoxu da gedəndə arvadını, uşağını da götürür, aparır. Təsəvvür eləyin, elə Gürcü kəndi var, mən sizə açıq deyirəm. Bir uşaq oxuyur bir sinifdə. Yəni, bir sinifdə bir uşaq oxuyur və məktəb var. Gürcülərdə. Bəli. Amma Azərbaycanlılar yox, o müəyyən şeylər, o səviyyə gəldi, bağlayırlar. Yəni bizdə baş keçid hamısı çıxıb gedirlər deməli. Elə Marniolin, Bolnisin bütün boşalır da deməli. Əlbəttə də çıxıb gedir. Bu da arvadını, uşağını da aparır gedirlər, ailə üzvlərini aparır gedirlər. Da uşaq gedəndə məktəbə kim gedəcək? Heç kəs. Bu işdə alınca çıxdı getdi, apardı, uşağını da apardı. Türkiyəyə getdi ya, Polşaya getdi ya, başqa yerə getdi. Və məktəblərimiz bağlanır. Faktiki olaraq bizi elə bil ki Gürcüstandan qovmağın bir neçə yolu vardı, demokratik yolları var. Bu Saakashvili metoduydu. Həmişə gəlirdi bizim xalqdan çay içirdi, nərdə oynayırdı. Sonra qanun qəbul edirdi ki, 35 kilometr sərhəddən bəri torpaq özəlləşmək olmaz. Yəni belə çıxır ki, Azərbaycanlılar büyünün özündə torpaq ala bilməzlər. Ona görə ki, 35 kilometr strateji sayılır. Amma çay içirdi, nərdə oynayırdı, öpüşürdü. Hamı da deyirdi Mişan. Gülə-gülə. Bəli, gülə-gülə. Mişan o birlərdən fərqi oydu ki, çox mehriban idi. Gülə-gülə eləyirdi. Bilirsiniz belə. Amma eyni idi, yəni nəticələr eynidir. Çıxardığı qanunlara baxın. Eləcə də bunlar, büyünkülər. Bəli, Gürcüstan büyünün özündə Azərbaycan ən ucuz dünyada qaz, neft verdiyi ölkə Gürcüstandırsa və Gürcüstanda işləyən SOCAR və yaxud başqa şirkətlər Gürcüstan büdcəsinin yarısından çoxunu formalaşdırırlar. Nə qədər 100 minlərdən bəlkə adamı işlə təmin eləməyinə baxmayaraq və strateji əməkdaş olmağına baxmayaraq bizə olan qeyri-adekvat münasibətə baxın. Yəni, nə prezident aparat, nə nazirlər kabineti, heç yerdə bizim kadrlarımızı götürmürlər. 100 minlərdən ali təhsilli uşaqlarımız küçələrdə qalıb fəhlə işləyirlər. Uşaq və qadın ölümünə görə birinci yerdəyik. Bəs biz nədə, məsəl üçün, kimsə deyirsə demokratik Gürcüstan cəmiyyəti istər əvvəlki, bundan əvvəlki, istər bugünkü dönəmdə nəsə bir müsbət şey varsa desinlər, harada bizə bir balaca şərait yaradılır da. Heç olmasa. Desinlər, mən diqqətlə dinləyərəm onları. Statistika, hər sahədə götürük, statistika çox dəhşətdir. Demoqrafik səviyyətin qarşısını almaq üçün onu deyim ki, Gürcüstanda olan türklər demoqrafik vəziyyətə görə çox sürətlə artım olduğuna görə bizdə. Birinci yerdə Gürcüstanda soyadların sayına görə Əvəz müəllim Məmmədovdur. Əhalinin soyadlarının sayına görə. Bəli də soyadlar var, nə tutaq ki da indi. Məmmədov soyadına görə birinci yerdəyik. Təqribən 60 minə qədər və yaxud 60 mindən yuxarı Məmmədov var Gürcüstanda. İkinci yerdə səhv eləmirəmsə Bericədir. Üçüncü yerdə Əliyevdir. Gene biz. Sayımıza görə də yəni.
Yəni bu son demoqrafik şeylər göstərir ki, türklərin sayının sürətlə artımı nəzərdə tutulur və ən böyük kənd Kürdistanda Qabal kəndidir. Yəni o da türklərin kəndidir. Halbuki bir neçə il əvvəl Qabal kənd 60-cı, 70-ci yerdə idi, bu gün gəldi 1-ci yerdədir. Və yaxud 40-cı, 50-ci yerdə olan Məmmədov bu gün gəldi 1-ci yerdədir. Bu pokazatellər onu göstərir ki, bəzi deməli şovinist qüvvələrmi də, qeyri-mənipərəst qüvvələrmi və s. bizim Gürcüstan türkləri yaşayan regionlarda narkotik preparatların satışını gücləndirirlər. Nədir, gənclərimiz alüdə olsunlar, idmanla məşğul olmasınlar, həbs olunsunlar və bu yoldan bizim demoqrafik artımın qarşısını almağa cəhd eləyirlər. Mən belə fikirləşirəm. Amma bu o qədər də onlara effekt vermir. Bu qarşısı alınmaz bir prosesdir. Mən Əvəz bəy, Gürcüstan Azərbaycan hakimiyyətini qınamıram, nə də qınaya bilmərəm. Nəyə görə? Ona görə ki, istənilən hakimiyyətlər istəyirlər ki, o bir qonşu dövlətin hakimiyyəti ilə normal, yaxşı dostluq münasibətlər olsun. Bu həmişə belə olubdur. Bunlar diplomatik cəhətdən söhbət eləyirlər, amma onları qarşı tərəf məcbur eləyə bilməzlər. Gürcüstan daxili işinə qarışa bilməzlər. Amma siz jurnalistlər, müxalifət, ombudsman aparatı və ya qeyri-hökumət təşkilatları borcludular ki, Gürcüstana səfər eləyərlər, gələrlər və bu sualları verəsiniz. Siz ki, nəyə görə, ay yoldaş baş nazir, nəyə görə Gürcüstanda qadın və uşaq ölümünə görə 1-ci yerdə türklərdir? Niyə? Nəyə görə? Biz genetik xəstə millətiyik, yoxsa nəyik? Və ya da sizə görsətsin ki, Gürcüstanda 800 minə yaxın türk yaşayır, onlardan dövlət səviyyəsində olan bir 10 nəfərin adını desinlər. Nətər olur? Biz Gürcüstanda yaşayanda biz oluruq savadsız və yaxud heç nə. Gürcüstandan kənara çıxırıq, biz oluruq akademiklər, milyarder, nə bilim mən, Gürcüstandan kənarda nə qədər bizim alimlərimiz, akademik professorlarımız var, amma Gürcüstanda biz ola bilmirik. Nəyə görə? Desinlər bizim milli adımızı niyə qaytarmırlar? Bizim kəndlərin adını nəyə görə qaytarır? Nəyə görə türk adlar olduğuna görə gürcüləşdirirlər və yaxud erməniləşdirirlər? Nəyə görə? Nəyə görə bizim regionlara erməniləri göndərirlər vəzifələrə və devlət vəzifələrinə və bölgələrin vəzifələrinə? Nəyə görə? Biz də bax indi baxın, mən sizə bir dənə istəyirəm ki, paralel gətirəm, baxın. Mən deyirəm ki, İranda yaşayan bizim türk qardaşlarımız baxmayaraq ki, məktəbləri yoxdur, baxmayaraq ki, hüquqları pozulur, amma mən sizi əmin eləyirəm ki, onlar bizdən qat-qat daha yaxşı yaşayırlar. Çünki baxın, onlarda heç olmaz dini lider başçısı, dövlətin başçısı olması türkdür. Orada minlərdən generallar, polkovniklər, milyardçılar var, zəngin adamlar var İranda heç olmasa türklərdə. İndi düzdür, onların məktəbi yoxdur. Bizim onsuz da məktəbimiz elə bağlanmış səviyyədədir, elə ona oxşar bir durumdadır. Bizim dövlətdə kimimiz var? Heç kəs. Biznesdə bir nəfər desinlər ki, Gürcüstanda tanınmış 800 min nəfərin içində bir nəfər biznesmen var, adını çəksinlər. Mən də başda olmaqdan hamımızın tutub pulumuzu əlimizdən aldılar, zorla, avtomatdan. Mənim evimə doldular, 11 yaşında uşağımı avtomatdan, silahdan yaraladılar, inanırsınız siz? Mənim varımı, dövlətim, nəyim vardı, həmsini əlimdən aldılar. Yox, Saakashvili dönəmində, 2005-ci ildə. Niyə? Miyasidə deyir ki, cinayətkarlar idi, bizim xəbərimiz yoxdur, deyir. 200 cinayətkar avtomatlı, deyir, axtarırıq, deyir, tapacağıq. Bir günə qədər də axtarırlar, 20 il gəlir, hələ tapanmayıblar. Sağ olun, Fazil bəy, sağ olun. Mən elə bugün bu söhbətdən də şokdayam, əziz tamaşaçılar. Görün, Gürcüstanda nələr olur. Pul verdiyimiz, yol keçirdiyimiz, torba keçirdiyimiz, suyunu aldığımız, Gürcüstanı dövlət edən Azərbaycan əslində. Görün, orada nə baş verir. Çoxlu rəylər var burada. Gürcülər bizim sərhədçilərindən silahı aldı. Görün, nə qədər aciz millətik. Qorxaqsınız ona görə. Baxın, nə baş verir? Sizdən xahişəm Əvəz bəy. Kərəm Məmmədli kimi bizim elitamızda Borçalı türklərin fəxr elədiyi şəxsiyyəti Gürcüstana buraxmırlar. O gedir sərhədə, anası rəhmətə gedir, yaxın qohumur rəhmətə. Bəli, buraxmırlar, təsəvvür eləyin. Zəlimxan Məmmədlini də buraxmırlar. Şimdi Zəlimxan gəlməsə də olar, amma Kərəm Məmmədli mütləq gəlməlidir. Niyə gəlməsə olar? Ne deyil, bizə fərqi yoxdur, gəldi, gəlmədidən açıq deyirəm. Amma Kərəm müəllim gəlməyinə çox böyük ehtiyac var. Və yaxud başqa alimlərimizin çox gəlməyinə ehtiyac var, deyirəm. Ona görə ki, biz gözləyirik onu, gəlsin, otursun, daş istəyirik, biz Gürcü elitəsini yığaq.
söhbət elə tarixçilər. Mən məsəl üçün indi Gürcüstana qayıtdığım halda Yasir Satıqovun sədr eləcə də çox tanınmış alimlər Nazirlər Kabineti məktub yazacaqlar, şəxsən Kərəm müəllimlə əlaqəli. Bu həm də bizim Azərbaycanda yaşayan minlərdən Gürcüstan türklərinin günahıdır ki, burada o işi təşkil edə bilmirlər. Gürcüstan səfirliyinin qarşısına xahiş edirəm, siz də kömək eləyin bizə. Gedin Gürcüstan səfirliyinə sual verin ki, bu şəxsi niyə buraxmırsınız axı? Bu cinayətkardırmı? Terroristdirmi? Nəyə görə siz mollaları buraxırsınız, terroristləri Gürcüstana buraxırsınız? Aid bir şey, təbii ki. Narkotiki buraxırsınız, hər şeyi buraxırsınız. Bizim uşaqlarımızı savadsızlaşdıran Fars molla rejiminin mollalarını buraxırsınız. Gəlirlər mədrəsələr açırlar, agentura hazırlayırlar. Bunları buraxırsınız. Amma professor Kərəm Məmmədli hansısa da elmi məqaləsində, hansı da elm məqaləsində o tutaq ki, coğrafiyi göstərir ki, bura Borçalı türklərinin qədim yurtlarıdır, biz Qıpçağıq, budur, deyir onu demə, sən Borçalı adını çəkmə, Qıpçaq adını çəkmə. Və təsəvvür edin, şantaj edirlər bizim alimləri ki, siz dinməyin, yoxsa sizi Gürcüstana buraxmarıq. Ona görə də çoxsu burada bu neftçilərdə zətdə yığılmış bu qruplar ki var, bizim yerli Gürcüstanlılar, çoxsu qorxusundan dinmir ki, mən də gedəndə Kərəm ki, məni də buraxmazlar. Ona görə sakit oturublar. Elm adamları da və yaxud o birisilər də, bu birisilər də qorxurlar ki, bizi buraxmazlar, ona görə qorxulardan dinmirlər. Qorxunun da əcələ faydası yoxdur. Əlbəttə, bunu gedib lazımdır Gürcüstan səfirlə soruşmaq. Gürcüstan səfiri nə cavab verir Kərəm müəllimə? Sakartelos interese birdən qamum dinarı uvari. Yəni Gürcüstanın maraqlarından irəli gələrək yox, buraxmırıq. Bu Gürcüstanın maraqları nədir? Bunu bir izah eləsən bizə? İzah eləmir. O günləri mən Gürcüstandayım, zəng eliflər sərhəddən ki, Fazil müəllim kömək elə. Biz sərhəddən arvadım uşağımı buraxırlar mənim, özümü buraxmadılar. Arvadı uşağı buraxdılar, Qarasöpdən bir nəfər, Surxayadlı qardaş. Onu deməli sərhəddən geriyə qaytardılar, buraxmadılar. Arvadın uşağını buraxdılar. Bu Azərbaycanın Xarici İşlər Nazirliyi və Azərbaycan dövləti bu şeyə reaksiyasını bildirməlidir. Əlbəttə buna ziyalılar, jurnalistlər reaksiya verməlidir. Belə şey mi olur Mən yəni? təşəkkür edirəm Fazil müəllim. Biz yaxın bir saatda Fazil Əliyevlə danışdıq. Əziz tamaşaçılar, Gürcüstan naminə, Gürcüstanda fəaliyyət göstərən Gürcüstan naminə partiyasının sədri Fazil müəllimlə çox önəmli söhbət elədik. Mənim səsimdə problem var. İndi dostlar da yazdı internetdən. Yəqin ki, daşında problem var. Onu dəyişdirəcəyik. Deməli, Azərbaycanın Gürcüstan Azərbaycanlıları siyasəti varmı? Deyilən bir soru qoydum elə söhbətin gedişində. Var deyənlər 17%'dir. Hansı siyasətimiz var ki deyənlər 34%'dir. Azərbaycanın Gürcüstan Azərbaycanlıları siyasəti varmı deyə yoxdur cavabı isə 47%. Yəni bizim tamaşaçılarımızın 47%-i əmindir ki, dövlətimizin Gürcüstana və oradakı Azərbaycan türklərinə, Gürcüstan türklərinə yönəlik ayrıca bir siyasəti yoxdur. Amma olmalıdır. Gürcüstan bizim ən strateji can damarlarımızdan biridir. Borçalı olmasa, Gürcüstandakı Azərbaycanlılar, Gürcüstan türkləri olmasa Azərbaycan yoxdur. Və mən dəfələrlə yazmışam, hələ qəzet vaxtında yazmışam. Gürcüstan haqqında və elə Fazil müəllim sağ olsun, mən qeydlərimi də götürdüm. Yəqin ki, yaxın söhbətlərimin birində Gürcüstan, Azərbaycanın Gürcüstan siyasəti, Gürcüstan Azərbaycanlıları, Gürcüstan türkləri siyasəti olmalıdır, həm də fərqli olmalıdır. Yəni biz Gürcüstanı alacaq və özümüzün edəcək həddəyik, səviyyədəyik. Nə üçün Gürcüstanda məktəblər bağlanmalıdır? Niyə Gürcüstanda toponimlər dəyişdirilməlidir? Niyə ermənilər Gürcüstanda bizim üzərimizdə at oynatmalıdır? Və bu dövlətin gözü, qulağı hər yerdə olmalıdır. Gürcüstanda niyə biz işləmirik? Nə üçün? Biz bunların hamısına aydınlıq gətirməliyik. Mən sizə təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Dinləyicilərə də salamlayıram. Yenə sağ ol deyirəm ki, xeyli vaxt sərf elədilər, biz dinlədilər. Dinləyicilərdən xahiş edirəm, bəyənib paylaşın. İnşallah indən belə biz Əvəz müəllimlə bərabər Gürcüstanda baş verən prosesləri ətraflı müzakirə edəcəyik, çalışacağıq ki, sizin geniş auditoriya vasitəsindən Gürcüstan problemlərini ictimailəşdirək ki, Gürcüstan hakimiyyəti də eşitsin. Çox sağ olun. Təbii ki, Gürcüstan məsələsi mənim mətbuata başlayandan bu tərəfə mətbu siyasətimin baş köşəsində oturub. Mənə elə gəlir ki,
Gürcüstan Azərbaycanlılarında Ermənistan Azərbaycanlıları, Ermənistan türkləri kimi boşaltma bir siyasəti var. Böyük bir siyasətdir. O siyasətin qarşısını almalıyıq, əziz tamaşaçılar. Təxminən 50 dəqiqədən sonra Cənubi Azərbaycan məsələsi, bütöv Azərbaycan məsələsi, İrandakı türklər məsələsini müzakirə edəcəyik. Dəyərli alimimiz Nəsibli və Amerikada yaşayan milli fəalımız Əli Süleymani ilə. Günümüzə baxın. Gürcüstanda problem, Cənubi Azərbaycanda problem, Dərbənddə problem, hər yerdə problem. Azərbaycan coğrafiyasının hər yerində problem var və biz problemləri müzakirə etməyə çalışacağıq. Bizi izləməyə, bəyənməyə, paylaşmağa və bizə abunə olmağa davam edin ki, vaxtınız və vaxtımız hədər getməsin. Sağ olun.